Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq sənətsevər dinləyiciləri, məktəbimizin doğma səsi, hər birimizin mənəvi dünyasına işıq saçan, gələcəyin işığı, FM-in radiosu bugün çox mühüm musiqi tariximizin qızıl səhifələrinə əsr olunmuş, xüsusi və bir geniş buraxılışı ilə efirdədir. Mikrofon qarşısında mənəm. Hər zaman olduğu kimi sizinlə ən dəyərli məlumatları bölüşməkdən qürur duyan dostunuz, 7 və sinif şagirdi Gülçiçək Rızayeva. Bugün təqvimimiz iyun ayının 10'unu göstərir. Bu tarix Azərbaycan mədəniyyəti üçün sadəcə bir gün deyil, musiqimizin sütunlarından biri olan, xalqın qəlbində taxt qurmuş, dahi bəstəkar, mahir dijor, ictimai xadim və böyük pedaqoq Səid Rüstəmovun anım günüdür. Dostlar, Səid Rüstəmov adı çəkiləndə insanın ruhu sakitləşir. Xəyalında tarixin oyacaqkar həzin və bir o qədər də məğrur səsi canlanır. 1907-ci ildə qədim İrəvan torpağında nurani bir ailədə doğulan, lakin bütün varlığı ilə Azərbaycana onun paytaxtı Bakıya bağlı olan bu nəhəng sənətkarın taleyi milli musiqimizin intibah dövrü ilə sıx bağlanıb. O musiqi dünyasında Dahi Üzeyir Hacıbəylinin xeyir duası ilə qədəm qoymuş, onun ən sadiq tələbəsi və ideyalarını gələcəyə daşımalı olan ən yaxın silahdaşı olmuşdur. Səid müəllim sadəcə gözəl əsərlər yazmırdı. O həm də Azərbaycanın ilk peşəkar tarifatçılarından biri və bu alətin elmi əsaslarını qoyan şəxsdir. Təsəvvür edin, bugün musiqi məktəblərində ilk dəfə addım atan, əlinə tar alan hər bir şagird bu alətin sirlərini məhz Səid Rüstəmovun hazırladığı metodik vəsaitlərlə öyrənir. O milli musiqimizi notların dilinə köçürərək onu şifahi xalq sənətinin akademik səviyyəyə ucaldan əsl sənət fədaisi idi. Onun yaradıcılıq palitrası o qədər zəngin və rəngarəngdir ki, Azərbaycanın elə bir küçəsi, elə bir evi olmaz ki, orada onun nəğmələri eşidilməsin. Alagöz, Qurban adına, Gəlsin, Sürəya və Sənindir kimi mahnıları elə bir səmimiyyətlə bəstələnib ki, illər keçsə də hər dəfə dinlənəndə insanın qəlbində yeni bir təravət, yeni bir ruh gətirir. Səid Rüstəmov həm də Azərbaycanın musiqili komediya janrının əvəzolmaz ustası, gülüş və sevinc bəstəkarı idi. 5 manatlıq, Gəlin, Duruna Rəis kimi ölməz əsərləri bugün də teatrımızın repertuarından düşmür. Hər nəsli həm güldürür, həm də milli adət-ənənələrimizin saflığı barədə düşündürür. Onun musiqisi xalqın içində gəldiyi üçün xalq tərəfindən o qədər çox sevilir. Bundan əlavə Səid Rüstəmovun rəhbərlik fəaliyyətini xüsusi qeyd etməliyik. O uzun illər Azərbaycan radio və televiziyasının xalq çalğı alətlərini orkestri, bədii rəhbərlik və dirijorluq edib. Məhz onun zəhməti sayəsində bu orkestr peşəkar bir kollektivə çevrilib və bugün həmin möhtəşəm kollektivin qürurla onun adını daşıması sənətkarın əməyinə, onun milli çalğı alətlərimizə olan sonsuz məhəbbətinə verilən ən ali qiymətdir. O həm də bir çox bəstəkarın və musiqiçinin yetişməsində əvəzsiz rol oynamış, onların həm müəllimi, həm də mənəvi ata olmuşdur. Əziz məktəb yoldaşlarım, sənətkarın fiziki ömrü 1983-cü il məhz bu günündə iyunun 10'unda 76 yaşında başa çatsa da, onun mənəvi ömrü əbədidir. Səid Rüstəmovun həyat yolu hər birimiz üçün böyük örnək bir həyat məktəbidir. O bizə sübut etdi ki, öz milli köklərinə sadiq qalarlar. Vətəni hər bir daşını, hər bir avazını dərindən sevərək dünya miqyaslı sənət əsəri yaratmaq mümkündür. Biz də gələcəyin mütəxəssisləri, vətən sevən gənclər olaraq öz tariximizi Səid Rüstəmov kimi dahi şəxsiyyətlərimizi dərindən tanımalı, onların bir miras qoyduğu bu mənəvi xəzinəni göz bəbəyimiz kimi qorumalıyıq. Çünki sənətkar o zaman ölmür ki, onun əsərləri gənclərin yaddaşında yaşasın və dodaqlarında nəğməyə çevrilsin. Dəyərli dinləyicilər, Azərbaycan mədəniyyətinin sönməz ulduzu Səid Rüstəmova həsr olunmuş bu geniş radio proqramımızın sonuna gəldik. Sizinlə mənəm, məktəbimizin radio sədası Gülçiçək Rızayeva. Gələcəyin işığı FM radiosunun adından hər birinizə mahnı qədər şirin tar səsi, qədər həzin və sənət əsəri parlaq uğurlu bir gün arzulayıram. Gəlin dahi sənətkarımızı unutmayaq və onların hər zaman ehtiramla anaq. Çünki bir xalq öz böyük şəxsiyyəti ilə tanınır, yüksəlir və dünya mədəniyyətinə vəsiqə qazanır. Növbəti görüşlərə qədər yolunuz həmişə işıqlı, qəlbiniz isə milli musiqimizin ruhu və Səid Rüstəmovun nəğmələrinin hərarəti ilə dolu olsun. Sağ olun, sağlıqla qalın.